Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz, xoş gördük sizləri. Aşağı Buzovna yolunda tam yola yaxın bir ərazidə şəxsi tikili 144 kvadrat həyət evimiz çıxıb yerdən 5-6 daş ən azından kürsüdədir. Sənət köhnə bələdiyyədə kanallar var və sırf yaşayışlı, həm yola yaxın, həm marşrut xəttinə yaxındır. İnşallah həyətin təqdimatını edirik. Sonra evin içərisini sizlərə təqdimatını təqdim edəcək. Həm zalı böyüdür, həm otaqlar, koridorda, hətta girişdə belə koridor, enli bir koridordur. İnşallah həyətin təqdimatını eləyək. Evin arxa tərəfi və sol tərəf hissələri var və əlavə sanuzeli var. İnşallah həyətdə bişefka hissəsini sizlərə təqdim edək. Evi təqdim edin, zəhmət olmasa qabaq hissəsini göstəririk. Və aşağıda podval hissəsi var. Podvala belə keçid rahat bir şəkildə var. Və bişefka hissəsini göstərək, zəhmət olmasa. Bişefka hissəsini göstərək. Sonra 4-5 belə deyək də meyvə ağacları var və həyətdə divarda işıqlandırma var. Oradan sonra inşallah giriş hissəsini də göstəririk sizlərə. Giriş hissəsini təqdim edirik. Və qeyd etmişdik, evin arxasında yer var, əlavə yer var tozluca saxlamaq üçün. Və keçirik sol tərəfini göstərək, inşallah izləyicilərimizi sol tərəfini göstərək və sonra keçək evin içərisinə. Həyətdə sanuzeli var. Belə deyək, həm yerinə görə, həm qiymət 95.000 manat, onu da nəzərə çatın. İlk qiyməti. Burada əlavə su yeri var, sanuzeli var və evin yanında belə deyək, balaca bir yeri var burada. Buranı göstərin, zəhmət olmasa. Balaca bir yeri var burada. Və inşallah keçid edirik, evin içərisini göstərək sizlərə. Qeyd etdiyimiz kimi bir zal, 3 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Və buradan da inşallah giriş hissəsini təqdim edərək, zəhmət olmasa izləyicilərimiz izləsinlər. Və keçid edirik evin içərisinə. Evin içərisini göstərək, təqdim edək sizlərə. Bax, burada belə bir girişi var. Belə deyək də, yalnız ayaqqabıza çıxarıb qoymaq üçün. Və keçirik evin içərisini təqdim edək sizlərə, göstərək. Və evin qeyd etdiyimiz kimi otaqlarını təqdim edirsiniz. Bax, fikir verin. Böyük bir enli koridordur. İstilik kombidir. Və daxil olan zalına gözəl bir zalı var. Zalını təqdim edirsiniz sizlərə, fikir verin. Gözəl bir enli bir